Hər kəs salam, mən adım Fərid. Instagramda, TikTokda, YouTube'da, Telegramda Topaz Futbol kanalının admini. Bu gün üçün sizlər üçün, yəni 11 mərc təxmini təqdim edəcəm. Hansı ürəyinizə yatsa, öz kuponlarınızı əlavə edib seçib yaza bilərsiniz və riskli təxminlərə deyəcəm. Bunu da riskli kuponlara əlavə edə bilərsiniz. Birinci oyunumuz Türkiyə Super Liqasındandır. Trabzondan Eyüpdür. Trabzon bu il satışlardan qəşəng pul əldə elədi və bu pula görə qəşəng oyunçular aldı. Eyüp isə orta babat oynayan klublardan biridir. Keçən oyun öz evində 2-0 qələbə qazandı. Oyunda orta statistikaya əsasən, yəni 4-5 gol alacaq oyun idi. Oyunda 6 qaçan pozisiya, net pozisiya, dirək hər şey oldu. Və nəzərə çatdırım ki, Eyüp liqdə 6 oyundur, yox, səhv etmirəmsə 5 oyundur, alt gəlir. Bu da yəni Türkiyə liqasında redqə olan hallardan biridir. Məncə bu oyun üst gələcək Trabzondan Eyüp. 2.5 üstün əmsalı 1.70'dir. Bura qoyacam baxarsınız. Ola bilər əmsal biraz aşağı, biraz yuxarı ola bilər. Digər oyunumuz Premier Liqadan keçək. Chelsea oyunu var tez başlayanlardan, Sunderland'dan. Burada Chelsea'nin zədələri çoxdur. Burada Chelsea'nin qələbəsi 1.35'dir. Qələbə yoxlamaq olar, amma mən bu oyunu qasacam, yazmayacam. Xal itirə bilər Chelsea deyə bunu yazmayacam. United'dən Brighton oynayır. Mən burada Brighton'ı çox bəyənirəm. Keçən də oyun United qonaqda Liverpool qələbə qazandı. 1-0 udurdu, gəldi Liverpool 1-1 elədi. Ondan sonra gəldi 2-1 oyunu çevirdi. Buna baxmayaraq Brighton da çox qəşəng oynayan klubdur. Burada Brighton məncə riskli seçimlər, riskli kuponlara 2 qolunu əlavə etmək olar. 2.15 əmsaldır riskli kuponlara. Mən seçimim isə burada qol yazıb çəkiləcəm. Hər iki komanda qol vursun, bəs eləyir. 1.45 əmsalda bunun olmalıdır. Buralara qoyacağam. Ona da baxarsınız. Digər oyunumuz Brentforddan Liverpool oynayır. Liverpool liqdə 3 oyundur məğlub olurdu. Bu məğlubiyyət Galatasaraydan sonra başlamışdı. Keçən oyunu isə, yəni Çempionlar Liqasında Frankfurtda böyük hesablı qələbə qazandı və məncə burada da mütləq şəkildə qələbə qazanmalıdır. Çünki çempion olmaq istəyirsə qələbə qazanmalıdır. Ola bilər ki, burada Liverpool bu il böyük transferlər elədi, oyunda oyunçu anlaşmamazlığı ola bilər, amma məncə burada çətin də olsa qələbə qazanır. Liverpoolun qələbəsi 1.70 əmsaldır. Buralara qoyacağam. Digər oyunumuz Fransa Liqasından Brestdən PSG oynayır. Burada rahat şəkildə məncə PSG qələbə qazanacaq. Rahat qələbəsini dəyərləndirmək olar. 1.31 əmsallı buralara qoyacağam. Burada riskli seçimdən PSG-nin time qələbəsini yoxlamaq olar və PSG qələbə 1.15-də yoxlamaq olar. Amma mənim seçimim tək PSG-nin qələbəsi. Götürək, çəkilək qırağa. Digər oyunumuz bir də Fransa Liqasından Marseille'nin oyunu var. Marseille birinci yerdədir. Marseille çox qəşəng oynayır olmalı. Amma ki, yorğun gəlib Çempionlar Liqasından 1-0 qələbə qazandığı yerdə qırmızı alır. Hakim Latmanyan oyuncusu gəlir 2-1 uduzur. Yəni 3 gün əvvəl. Burada Marseille çox yorğundur. Qol atarıq, gələr 1-0 bitər. Nə bilim X2 atarıq, gələr uduzar. Ona görə Marseille oyundan qaçmaq lazımdır. Digər oyunumuz Almaniya Liqasından, Bundesliqadandır. Hoffenheim'in Heidenheim oynayır. Hər iki klubu gördük, üst yazırıq. Çünki Hoffenheim'in müdafiəsi 0, Heidenheim'in müdafiəsi 0. Hər ikisi hücum oynayan klubdur. Qol vurub qol yeməklərini gözləyirəm. Bura 2.5 ataq, qol atmayaq ki, bir tərəfli üst gələ biləcək oyunlardan biridir. 2.5 üçün əmsalı 1.45'dir. Bura qoyacağam. Digər oyunumuz Mönchengladbach'dan Bayern Münih oynayır. Bayern lig başlayandan ancaq üst oynayır. Çempionlar Liqasından üst oynayır. Qələbə qazanır. Üstün əmsalı nədir? 1.20. Dəyməz qətiyyən yazmağa. Sadəcə bir seçim burada yoxlamaq olar. Bayern'in time qələbəsi 1.40'dır. Buraları yenə bir yerə qoyacağam. Bir də nəzərə çatdırım ki, Bayern çox üst oynayır. Bu oyun və ya önümüzdəki oyunlardan biri, yəni böyük əmsalı az açır, partladacaqlar. Üst gəlməyəcək. Buna diqqət yetirək. Çox üst oynamayaq. Və qısa nəzərə çatdırım ki, TFC-də oynayanlar, agent kodumu bura qoyacağam. Bir zəhmət olmasa agent kodumu yazsınlar oynayanda və TFC-də oynayıb mənim agent kodumdan istifadə edənlər mənə Telegramda aşağı qoyacağam linkində. Telegramda yazsınlar, onlara pulsuz bir kupa atacağam. Və nəzərə çatdırım Telegram linki yenə aşağıdadır. Videonu bəyənməyi unutmayın. Keçək digər oyunlarımıza. Portuqaliya Liqasından Estrela'dan Rio Ave oynayır. Ev sahibi 5 oyunda yox qol oynayır. Yəni belə oyunlar tapıb yazmaq lazımdır ki, 5 oyunu yox qol oynayır, nə araya kimi yox qol gedəcək. Burada qol dəyərləndirmək olar. Qolun əmsalı 1.77, 1.80 əmsaldır. Buraya qoyacağam. Digər oyunumuz İsveçrə Liqasından mən ən çox sevdiyim liqadır. Yəni liqdə məsəl üçün bu gün 5 oyun var, bir də görürsən ki, 5-i də üst gəlir. Yəni 5 oyundan 4-ü üst gəlir. Yəni rahat üst gələ biləcək liqlərdəndir. Məncə bu ligə çox əl qatmırlar. Estegali'dən Qarabağ oynayır. Bu oyun 2.5 üstü. Hər iki klub qol vurub qol yeyən klubdur. Ev sahibi qonağa nisbətən daha güclüdür. 2.5-ün əmsalı 1.50'dir.
yoxlamaq olar. Burada qoyacağam. Sonraki oyunumuz isə bu liqanın gecə oyunudur. Vineturla Duzen oynayır. Bu oyunda həmçinin 2.5 ataq çəkilək qırağa 1.55 əmsaldan. Bu da superdir. Bu da 1.55'dir. Belə qoyacağam. Norveç liqasından Salzburgdan Oslo oynayır. Salzburg belə çox açıq oynayan klubdur. Oyunlarına baxsaq 3-2, 2-2, 3-1, 4-1 gələn oyunları. Keçən oyun hətta Bodo oynanan oynayırdı. Bodo hesab etmirəmsə 2 gol vurmuşdu və çox gol yemişdi. 4-5 gol yemişdi. Öz evində oynayır. Öz evindən mən mütləq şəkildə bir gol gözləyirəm. Oslo Salzburga nisbətən daha defansif, daha səliqəli oynayan klubdur. Oslodan da bir gol gözləyirəm. Bu oyun gol-golda qala bilər deyə, 1-1-də qala bilər, 2-2-də qala bilər deyə, ən az 1-1-də qala bilər deyə 2.5 yazmadım. Çünki həm də belə baxanda gol-golun əmsalı 1.55-dir, 2.5 üstün əmsalı isə 1.70. Yəni analizatorlar yəni bu oyunu çıxaranda bilirlər ki, yəni oyun 1-1-də qala biləcək oyundur. Gol-golun atmışam çəkilək qırağa 1.55-dir. Bura qoyacağam. Sonraki oyunumuz isə Rusiya liqasından Rostovdan Mahaçqala oynayır. Ev sahibi və qonaq klub 6 oyundur alt gəlir. Yəni bu alt gəlir hara kimi alt gələcək. Aralarında oyunlarda baxsaq görərik ki 1-0, 0-0, 1-1 olur. Mən amma bu oyuna 1.5 götürmüşəm. 1.40 əmsalı var, bura qoyacağam. Amma riskli seçim etmək istəyənlər isə 2.30-2.40 əmsalı olmalıdır. 2.5 üstü yəni kuponlarına qoya bilərlər, amma çox riskli seçimdir bu. Yəni sistem kuponlarına bunu qoya bilərlər. Yəni bu gün üçün olan ən inandığım 11 mərc təxmini bunlardır. Videoların ardın gəlməsi üçün bəyənməyi, Telegrama qatılmağı və TFC-də agent kodumu yazmağı unutmayın. Hər kəsə uğurlar.